Deməli, uşaqlar, relative pronounlardan danışırıq indi isə. 5 dənə relative pronoun var. Who, whose, whom, which, that. Bunların içində that-i biz işarə vəziyi kimi olaraq da keçmişik. Amma orada that o deməkdir. Amma burada tərcümə olunmuş bu bağlayıcıların tərcüməsi yoxdur. Yəni cümlədə tərcümə eləməyəcəksiniz. Bu yalnız cümlədə qrammatik məna daşıyır. Yəni tərcüməsi yoxdur bunların. Tərcümə eləsəz səhv alınar. O zaman tərcümə eləmir bu qaydanı. Bunlar nisbə əvəzliklərdir. Nisbə əvəzliklər neçə dənə oldu? 5 dənə. Deməli, uşaqlar, bunların hansı insan bildirir? Who, whose, whom. Which cansız əşyaları birləşdirəcək, that isə bunların hamısından işlənə bilir. Hamısını əvəz edə bilir, amma istisnalar var. Baxaq, biz bunun texnikası necə edirik? Mürəkkəb cümlədir. Burada isə nöqtələrdir. Nöqtələrdən əvvəl isim dayanarsa, birinci eləyəcəyiniz iş nədir? What-u çıxartmaqdır variantlarda. What bağlayıcısını çıxardırıq. Çünki bunların içində what varmı? Xeyr. Görürsünüz, nisbə əvəzliklərin içində what yoxdur. Deməli, nöqtələrdən əvvəl isim gəldisə, biz əvvəlcə neyini? What-u çıxardırıq. İkincisi, baxırıq bu isim insandırmı? İnsandırsa, o zaman biz hansından istifadə edəcəyik? Who, whose, whom. Whomdan istifadə edəcəyik. Bəs bu üçündən birini biz indi xaric eləməliyik də. O zaman nə edəcəyik? Who'dan sonra həmişə nə gələcək? Xəbər. Who'dan sonra isə isim olacaq. Whomdan sonra mübtəda, sonra xəbər olacaq. Bax, bu qaydalara riayət edin. Deməli, who bizim mübtədamız rolundadır. Xəbərimiz də ondan sonra gələcək. Yəni, nöqtələrdən sonra gördünüz, birinci əvvəli edirik. İnsandırsa, bu üçünü saxlayırıq. Sonra isə nöqtələrdən sonraya baxıb biz qərar veririk, üçündən birini seçəcəyimizə. Nöqtələrdən sonra xəbər gələrsə, who'dan istifadə edirik. İsim gələrsə, whose'dan. Yəni, isim iki ismin arasında dayanır, whose. Oldu? İki ismin arasında dayanan hansı oldu? Whose. Bu zaman whose'u əvəz eləyən heç bir bağlayıcı yoxdur. Oldu? Whose'u heç nə əvəz eləyə bilməz. Whom'dan sonra isə mübtəda xəbər gəlir. Mübtəda isim ola bilər bunu kimi. Amma ismin qabağında z artiklı olacaq. Ya the boy, ya he, she, it və s. Bax, bunlar mübtədalarınızdır. Sonra isə xəbər gələcək, yəni hərəkət bildirən feil. Sonra əgər isim cansız əşya olarsa, biz nəyə verəcəyik? Cansız əşya olarsa, onda which-dən istifadə edirsiniz. Törəmələr, törəmə vəzikləri hansı idi? Somebody, anybody, something və s. Bunları isə zət bağlayıcısı əvəz eləyir, bağlayır. Uşaqlar, zət bağlayıcısı mübtədanı da, yəni who'ya sinonim olaraq zəti verə bilərsiniz. Amma who'za zəti verə bilmərik, yəni sinonim olaraq. Whom'un da əvəz eləyə bilir, which'i də əvəz eləyə bilir, zət bağlayıcısı görürsünüz. Amma who'un yerinə, yəni onun əvəzinə istifadə elənə bilir. Deməli, uşaqlar, zət bütün bağlayıcıları əvəz eləyə bilir, amma who'u yox. Yəni, nöqtələrin əvvəli də isimdirsə, sonra da isim gələrsə, zət bağlayıcısı istifadə eləmək olmaz. Onda zət hansı hallarda işləmir, onlara fikir verək. Nöqtələrdən əvvəl gördünüz vergül var, zətdən istifadə eləyə bilməzsiniz. Oldu. İkinci qayda. Deməli, nöqtələrdən əvvəldə də isim dayanırsa, sonra da isim dayanırsa, yəni iki ismin arasında işlənən hansı idi? Whose idi. Bu zaman zəti işlədə bilməzsiniz. Oldu. Bunlara fikir verin. Və digər qaydalarda da bilirsiniz. Sonra üçüncü nədir? Söz önü. Məsələn, nöqtələrdir, bu nöqtələrdir. Nöqtələrdən əvvəl söz önlü isim gəlib. Məsələn, the boy, tutaq ki, with, söz önüdür də. Bu zaman zəti verə bilməzsiniz. Bəs söz önlü isim olanda nə veririk? İnsandırsa, whom'dan istifadə edirsiniz. Cansızdırsa, which'dən istifadə edirsiniz. Oldu? Söz önlü isim. İndi mən burada hansı işlətməliyəm? The boy with. Whom'dan istifadə edəcəm. Niyə? Söz önlü isim insandır ona görə. Bəs əşyadırsa, məsələn, was, with və yaxud da məsələn in,
söz olaraq which-dən istifadə edəcəm. Başa düşdünüz bu qaydanı? Burada məsələn bu nisbə vəziklərin içində where ilə when yoxdur. Çünki onlar nisbə vəzik deyil. Amma təyin budaq cümləsində, yəni biz bunlar təyin budaq cümləsinin bağlayıcıları rolunu oynayır. Orada əslində where də var. Where yer bildirən sözlər, məsələn nöqtələrdən əvvəldə yer bildirən söz gəldisə, where-dən istifadə edirik. Zaman bildirən söz gəldisə, when-dən istifadə edəcəyik. Başa düşdünüz? Məsələn, yer bildirsin, hə? Deyirəm, this is the place where I was born. Bu mənim doğulduğum yerdir. Başa düşdünüz? Yer bildirdi the place. Və yaxud da this is the day. Və yaxud da the day when I saw him. Onu gördüyüm ilk gün. The day zaman bildirən sözdür. When I saw him for the first time. Belə deyəndə when-dən istifadə edirik. Başa düşdünüz?